Arkadaşlar selam, kanalıma videomuza hoş geldiniz. Ben Asım. Bu günləri yenidən yeni bir video ilə qarşınızdayım. Hal-hazırda informatik hazırlığına gedirəm. Bu hazırlıq saat 8-dən 10-a kimidir. Ondan sonra bu hazırlıqdan çıxıb evə qayıdandan sonra bir də saat 2-dən 4-ə fizik hazırlığım var. Bu cürlə ondan başqa hazırlığım yoxdur. Prosta bu günləri eləməli olduğumuz şeylər biraz çoxdur. Ona görə gün maraqlı keçəcək. Çalışdığım bu qədər videonu maraqlı eləməyə çalışacağım. İndi hazırlığa çatdım, indi kameranı söndürürəm. Bir də inşallah çıxanda açaram və yaxud da evə gedib çıxanda açaram kameranı. Deməli hal-hazırda hazırlıqdan çıxdım, evə gedirəm. Evə gedəndən sonra nə edəcəm deyə çox da bir fikrim yoxdur. Amma sadəcə bunu bilə bilirəm ki, çalışdığım qədər telefondan falan uzaq qalmağa çalışacağım. İndi bir dənə söndürüm kameranı, tez bazar evə gedim. Ondan sonra bir şey elədiyim zaman açaram kameranı. Uşaqlar, deməli hal-hazırda mənim editləməli olduğum bir dənə videom var. Oturub onu editləyəcəyəm. Əslində video çoxdan videosudur. Yəni bəlkə də bir 5 gün falan keçib də üstündən mən bunu çəkməyimin. Sadəcə yəni düzəməlli vaxt falan olmur deyə editləyə bilmirdim. O videonu indi editləyib paylaşacağam. Saat hal-hazırda 11-ə qalır 23 dəqiqə və gələndən sonra demək olar bir damcı idman falan elədim. İndi otura bildim masa arxasına. Saat təqribən 11-ə kimi bunu editləyib tablet nazirləyib paylaşa bilsəm çox əla olar əslində. Ona görə sözü çox uzatmıram, hal-hazırda editləməyə keçirəm. Deməli, hal-hazırda fizikanı işləyib bitirdim. Saat da 2 işləyir 7 dəqiqə. Təqribi 40 dəqiqə falan vaxtım var və böyük ehtimalla bu 40 dəqiqə ərzində mən həm Python eləməyi, həm də ingilis dili eləməyi çatdırmayacağam. Və bu səbəbdən də sadəcə ingilis dili işləyəcəyəm. Pythonu isə hazırlıqdan qayıdandan sonra eləyəcəyəm. Bu elədiyim mövzu bərabər sürətli hərəkət, bərabər təcilli hərəkətin ətraflıları idi və böyük problemim çıxmadı. Sadəcə bir dənə sual idi. O da yazmalı bir sual idi. Yəni izah eləməliydim. Yəni çox da belə yazmağa axıtım olmadı. Yəni şifahi təqribi düzdürdüm cavabı belə ağlımda, baxdım arxadan, o da düz idi. Yəni bir dənə sualı yazmadım elə bilin ki, o şifahi həll elədim bu cürlə. Deməli, hal-hazırda fizika hazırlığından çıxdım, evə qayıdıram və bayaqları ingilis dili işləyəcəyimi dedim, amma necə işləyirəm onu demədim. Elə bilin ki, ingilis dilini belə işləməyə çalışıram. Yəni normalda 4 dənə section var da. Readingdir, writingdir, listeningdir, bir də qrammatikadır, qramma. Bunları da necə edirəm? Qrammatika, yəni qaydaları öyrənirəm və öyrəndikcə də testini işləyirəm. Amma yəni onsuz da mən qaydaları 9-a yaxşı bildiyimə görə bir də qayda öyrənmək falan çox da vaxtım getmirdi. Ümumi bir dənə tez bazar təkrar edirəm, sonra sualları falan işləyirəm. Listeninglər üçün də podkastlara falan qulaq asıram və podkastlarda da başa düşmədiyim hisslər olsa, onun lirikasıdır, subtitldır, nədirsə də indi ona baxıram və oradan tərcümə eləməyə çalışıram. Gördüm hələ də yazılışı ilə də tərcümə edə bilmirəm. Onda gedirəm Translate-dən baxıram həmin şeyin tərcüməsinə və o cümlə dəftərə yazıram. Yəni bilmədiyim sözün mənasını dəftərə yazıram. O dəftərdə qalır. Ondan sonra reading üçün hal-hazırda Stefan Zweig'in chess kitabı var, şahmat kitabı. Həmin kitabı oxuyuram və çalışdığım qədər gündə maksimum 2 səhifə falan oxuyuram ki, çünki hər səhifədə təzə sözlər olur, podkastlarda da təzə sözlər olur. Yəni boş yerə ora doldurub yazmaqla deyildi. Onları öyrənməyəcəyimi bilirəm çox olsa əgər.
Ona görə bəs kitabı oxuduqca yenə tərcümə eləyirəm, bilmədiyim sözlər oldu, götürürəm, yenə dəftərə yazıram. Ondan sonra həmin günün axşamında otururam, bütün sözləri öyrənirəm, öz-özümə danışıram. Ondan sonra writing-dəki məsəl üçün tipikdən bir dənə topik istəyirəm, maraqlı bir topik olsun da. Onun haqqında çalışıram ki, minimum bir vaxt ərzində 100-dən söz yazmağa çalışım. Yəni normalda mən 20 dəqiqə verirəm, amma çalışıram ki, bu 20 dəqiqəni get-get aşağı salım. Çünki 20 dəqiqə 100 sözün həqiqətən dəhşət çoxdur. Yəni bu cümlədə ingilis dilinə mən bu cümlə hazırlaşıram və bu cümləni də dildə öyrənməyə çalışıram. Yəni təkcə məqsədim mənim buraxılışa hazırlaşmaq deyil. Çünki buraxılışı onsuz da bir üzrə böyük ehtimal yola verərəm. Mənim dəqiq əsas məqsədim dili öyrənməkdir. Çünki yaya qədər mən ingilis dilini B2-yə falan çatdırmaq istəyirəm ki, yaydan sonra başlayım IELTS seytə hazırlaşım. Deməli, bu günləri eləməli olduğum demək olar hər şeyi elədim və çalışdığım qədər çəkə bildiyim videoların hamısını çəkdim. Hal-hazırda demək olar bu dəqiqə Python-u da bitirdim. Bu for döngüsündən nümunələrə falan baxdım biraz. İndi də hal-hazırda istəyirəm oturum bir dənə gitara, The Last of Us-ın ana teması var, mahnı. Onu çalmağa çalışım. Əslində yəni çala bilirəm, prosta ən bəsit versiyasında. İstəyirəm onun biraz da maraqlı versiyası var. Yəni normalda necədirsə o cürdə onu çalmağı öyrənim. Yəni indi öz çala bildiyimi bir dənə göstərərəm sizə. Öyrənmək istədiyim videoda böyük ehtimalla bura qoya bilmərəm, çünki video telif falan yer, amma özüm çalmağı öyrənə bilsəm əgər çalaram və baxarsınız. Bu videoda bir də sabahları editləyəcəm böyük ehtimalla. Sabah editləyərəm, sabah da paylaşaram belə. Deməli, mənim çala bildiyim mən sadəcə budur. Yəni bu tipli bir şeydir. Amma bu normalda belə deyildi. Sadəcə mən bir dənə simdən gitar təzə alanda o da öyrənmişdim də. Sadəcə bir simdən çalınan versiyasıdır. Bu çox bəsitdir də. Yəni barmağınızı qoyursunuz 3-cü pərdə, birinci sim, ən nazik sim. Birinci bastınız 3-cü pərdən, gözün göstərim də belədir. Baxın, 3-cüdədir. Yoxdur. 5-ci, 2-ci. Sonra 4 dəfə 3-cü. Eyni şeylə düz, 7-cidən 4 dəfə. Bunun sonrası da var, prosta yenə eyni gedir. Yenə isə TikTok'a Last of Us Easy gitar tutorial falan yazıb baxa bilərsiniz. Mən çox belə vaxt deməyim ki, bu öyrənmək istədiyimi öyrənməyə çalışım.
Həmin o dediyim versiyanı öyrənmədim, çünki çox uzun idi. Gərək bot üstündə onu mən əlləşim. Amma biraz daha şey versiyasını öyrəndim. Mənimkinə oxşuyur, demək olar mənimkindən çox eynidir. Prosta biraz daha onun upgrade edilmiş versiyasıdır. Onu öyrəndim, hal-hazırda çala bilirəm və qəşəngdir məncə melodiyası falan. İndi görüm bura qoyaram böyük ehtimalla. Nəysə, bu videoyu mən burada bitirim. Çünki güya saat 10-a işləyir. Birazdan yatacağam ki, səhər tez durmalıyam. Əslində tez durmalı deyiləm, sadəcə medal vermə var deyənə biraz tez yatacağam. Bu şey söhbəti var, tez yatacağam, səhər tez olsun falan. Ona görə tez yatacağam bugün böyük ehtimalla. Videomu burada qutaram. Özünüzə yaxşı baxın. Təzə videolarda görüşənə qədər sağ olun, salamat qalın. Bir dənə prosta nə edəcəm yatmamışdan qabaq kompüterə Cyberpunk-la God of War yükləmişəm. Prosta elə belə açılış səhnələrini falan girib oynayacağam. Çünki zarafat maraqlıdır mənə. Necə oyundular falan. Yenə kimi oynamamışam. Videolarına falan da baxmırdım. O səbəbdən indi bir dənə girib baxacağam bunlara. Bunlara baxandan sonra yataram ki. Bəs bir dənə.